Salam dəyərli abituriyentlər, hər birinizi xoş gördük kanalımda. Bugün 20 sınaq, yəni demin 20 sınağından ilk sınağını izah edəcəm. Çalışacağım ki, tez-tez paylaşım edeyim, bütün sınaqların izahını sizlərlə paylaşım. Deməli, birinci sualda, baxaq görək birinci sualda nə deyil? Xəritənin vizual təhlili ilə kartometrik təhlilin oxşar cəhəti nədir? Vizual təhlil ilə kartometrik təhlilin oxşar cəhəti nədir? Süxurların yatım formalarının təyin edilməsi ola bilməz. Kəmiyyət göstəriciləri deyirsə uşaqlar, bu kartometrikdir. Hesablama işləri varsa bilin ki, kartometrik təhlildən söhbət gedir, ortaq ola bilməz. Relyef profilinin çəkilməsi ola bilməz heç vaxt. Amma kartoqrafik təsvirlərdən məlumatlar əldə edilir. Bəli, hər ikisi kartoqrafik təsvirdən məlumat əldə etmək üçün zaten yəni olan bir üsullardır. Ona görə cavabımız birincidə D variantı olacaq. 2-də uyğunluğu istəyir bizdən. Topografik xəritələr, icmal topografik və icmal xəritələr. Bunlar xəritələrin miqyasıdır bilirik ki. Deməli, topografik xəritələr böyük miqyaslıdır. İcmal topografik orta miqyaslı, icmal xəritələr isə kiçik miqyaslı xəritələrdir. Rəqəm nə qədər böyüyərsə, xəritənin, yəni kəmiyyət nə qədər böyük olsa, xəritənin miqyası kiçilmiş sayılır. Obyektlər daha kiçik olacaq, yəni. Deməli, ikinci sualda baxaq necə olacaq. Qələmimizi götürək. 1 bölünsün 200 minə qədər olanlar böyük miqyaslıdır. 200 minlə 1 milyon arası, 200 minlə 1 milyon arası olacaq orta miqyaslı və 1 milyondan kiçik olanlar. Kiçik olanlar deyəndə uşaqlar qarışdırır, deyir müəllimə, bəs kiçik olanlar necə kiçik miqyaslıdır? Kiçik olan, yəni bu rəqəmdən daha böyük, kəmiyyətcə böyük olanlardan söhbət gedir. Daha kiçik miqyaslı hesab edilir. İndi ona uyğun da biz nə seçəcəyik? Birinciyə A və Y, yəni 20 min və 70 min birinciyə A, Y olacaq. Burada qeyd edək. Deməli, 1-ə olacaq A və Y. Daha sonra ikinciyə olacaq nə? İkinci icmal topografiksə dedik ki 200 mindən deməli 1 milyon arası olacaqdır. Ona görə cavabımız olacaq 2-də D, yəni 500 min. 200 mindən 1 milyon arası 500 min rəqəm var. Bir də icmal xəritələri uşaqlar. Baxın 1 milyondur və 3 milyondur. Yəni 1 milyona böyüksə artıq bu olacaq kiçik miqyaslı xəritə və B və C də olacaq üçüncümüzün cavabı. Yəni A variantı sualımızın cavabı oldu. Qısacası A variantı ikincidir. Çox şey təkrarlamış olacaq uşaqlar, diqqətlə baxın testimizə. Bakıdan bəlkə də bir çoxlarınız işləmişsiniz, amma yeni təkrar etmiş olarsınız. Bakıdan 270 azimutda və 3416 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatlarını istəyir bizdən. Deməli, belə bir şəkil çəkim, diqqətlə baxaq. Bakıdan 270, Bakının koordinatlarını qeyd eləsək uşaqlar. Bakı 40 dərəcə şimal enliyində yerləşir və 50 dərəcə şərq uzunluğunda. Bakıdan 270 azimut qərb istiqamətdədir. Deməli, biz hansı istiqamətdə gedəcəyik? Biz qərbə doğru və paralel boyunca gedəcəyik. Paralel boyunca gedəndə uşaqlar, paralelin 1 dərəcəlik qiymətinə böləcəyik. Niyə görə 40 dərəcəni verməyib? Çünki hər birimiz 40 dərəcənin 1 dərəcə paralel qövsünün uzunluğunu bilirik ki, 85,4 kilometrdir. Təbii ki, 85,4 kilometr olacaq. Biz enliyimizi dəyişməyəcəyik. Eyni paralel üzrə getdiyimiz üçün cavabımız ancaq 40 dərəcə şimal enlikləri ola bilər. Biz 3416-nı 1 dərəcə paralel qövsünün uzunluğuna bölərək rəqəmimizi asan şəkildə tapmış olarıq. 3416-nı böləndə səfərimizdə 40 dərəcə alınmalıdır. 40 dərəcə alınır, bəli. Bizim paralelimiz dəyişməyəcək, yəni 40 dərəcə şimal enliyi yerində qalacaq. Sadəcə 3416-nı 1 dərəcə paralel qövsünün uzunluğuna 85,4-ə bölməklə biz cavabımızı tapmış olacaq. Və paralelimiz dəyişməyəcək, bayaq dediyim kimi. Ya 40-dır, ya bu 40-dır, ya bu 40-dır. Bunlar ola bilməz, getdi. Və böldükdən sonra Bakıdan həmin istiqamətə çıxacaq, 40 dərəcəni çıxacaq, eləyəcək 10 dərəcə şərq uzunluğu. Çünki qərbə doğru getmişdi. Düşünün ki, bura Bakıdır, 50 dərəcədən. Bakıdan qərbə doğru gedirsə, biz aldığımız cavabı 50 dərəcədən çıxmalıyıq. Sola gedirik, sıfıra yaxınlaşırıq, ona görə 50 dərəcədən çıxmalıyıq. Cavabımız olacaq Y variantı. 4-cü sualda 1 bölünsün 5 milyon miqyaslı xəritədə 20 dərəcə şərq uzunluğu və 10 dərəcə qərb uzunluğu arasında 60 dərəcəlik paralel üzrə 20 sm olarsa məsafə, buradan təhrif istəyir bizdən uşaqlar. Çox gözəl məsələdir. Biraz düzdür, vaxt apara bilər sizlərlə. Amma yəni həll eləyəcək. Həlsiz heç nə yoxdur, asan bir şeydir. Deməli, miqyasımızı verir. İki cür xəritədə məsafəni hesablamaq üçün bir paralelə əsasən, meridianlara əsasən məsafəni hesablamaq var. Bir də uşaqlar miqyasa əsasən. Miqyas asandır. Məsələn, baxın,
Deməli 20 dərəcə şərq uzunluğu və 10 dərəcə qərb uzunluğu. Qeyd eləyək bunu. 20 dərəcə şərq uzunluğu, bir də 10 dərəcə qərb uzunluğu. Biri şərqdə, biri qərbdə yerləşir. Avtomatik biz bilirik, özü də 60 dərəcəli paralelin üzərində yerləşir ha. Və biz bilməliyik ki, istər şimal olsun, istər cənub olsun, heç bir fərqi yoxdur. Əsas odur ki, paralelin üzərində gediriksə, mütləq o paralelin 1 dərəcəlik dərəcə qövsünün uzunluğuna vuracaq. Baxın, elə onsuz ki, verib onu 55,8-dir. Yəni, 60 dərəcə paralelin 1 dərəcəlik qövsünün uzunluğu 55,8 kilometrdir. Demək, bizim işimiz meridianların fərqini tapmaqdır. Biri qərbdə, biri şərqdə yerləşdiyi üçün uşaqlar biz bunu çıxmayacaq. Təbii ki, ortada Greenwich meridianı yerləşir axı. Ona görə biraz sağa, biraz sola gedəndə biz bunlar toplanmalı, ancaq toplanıla bilər. 10 və 20-nin cəmi eləyəcək 30 dərəcə. Nəyə vuracaq? 55,8-ə. Baxın, 55,8-ə. Bu aldığımız cavab, indi bilmirəm dəqiqdə neçədir bu. Deməli, 55,8 bizim 55,8-i 30-a vurduğumuz cavabı saxlayırıq. Bu bizim birinci rəqəmimiz. Daha sonra uşaqlar miqyası əsasən tapacaq. Miqyasımız 5 milyon və 20 santimetr. Biz bilirik ki, miqyası tapanda xəritənin miqyasını xəritə üzərindəki məsafəyə vuracaq. Sadəcə miqyasının sonundan 5 dənə 0 silmək şərtilə 50-ni də vuracaq 20-yə. Cavabımız olacaq 1000 kilometr. Bayaqki aldığımız rəqəmlə bu 1000 kilometr arasındadır ki, məsafəni tapdıqdan sonra bizim cavabımız 674 olmalıdır, səhv eləmirəmsə Y variantı olmalıdır. Rəqəmləri artıq özünüz hesaplayarsınız. Sadəcə yolunu dedim. İlk öncə paralel meridianların fərqi tapıldı. Hər ikisi ayrı yarımkürədə yerləşdiyi üçün biz onları toplamış olduq və 1 dərəcə paralel qövsünün uzunluğuna vurduq. Bu birinci tapdığımız rəqəm. Bu üsulla, yəni paralellər, meridianlar üsulu ilə tapdığımız hesablamadır. Belə deyək də, qövsünün uzunluğu deməyək də, yəni məsafənin hesablanmasıdır. İkinci üsulumuz isə miqyası əsasən məsafənin hesablanmasıdır. Miqyasının sonundan 5-0 siləndən sonra xəritə üzərindəki məsafəyə, yəni 20 santimetrə vurub həmin rəqəmi tapdıq. Bu da elədi 1000. Bizim 2 dənə cavabımız yarandı axı. Onlar arasındakı fərqi tapırıq. Bu bizim təhrifimiz olacaq. Yəni baş və xüsusi miqyasla da təhrifin hesablanması mümkündür. Yəni, bir ərazidə əgər istəmiriksə səhv hesablayaq, biz orada xüsusi miqyasdan istifadə edirik. Baş miqyasdan yox. 5-ci sualımızda, deməli, uşaqlar, 50 və 20 dərəcəli paralel çevriləri arasında uzunluq fərqini hesablayın. 50 və 20 dərəcə paralel çevriləri. Bizdə də çox qəşəng, onsuz ki, verib rəqəmlərimizi. 50 dərəcəli 1 dərəcəli paralel qövsünün uzunluğu 71,7-dir. 20 dərəcəlinin isə 104,6 kilometrdir. Biz bunları tapmaq üçün 50 və 20 dərəcəli paralel qövslərin 1 dərəcəli qövsünün uzunluğunu tapmaq istəyiriksə, çevrələr arasında, çevriləri tapmalıyıq. Bunlar 1 dərəcəlikdir uşaqlar. Biz çevrəni tapanda 360 dərəcəliyini tapacağıq da, aydındırmı? Ya belə eləyə bilərsiniz, hər birini ayrı-ayrı 360-a vurub çıxa bilərsiniz. Ya da ən qısası 104,6-dan çıxacaqsınız 71,7-ni. Aldığımız cavabı 360-a vuracaq. Çünki paralel çevrilərin uzunluğunu istəyir. Bütün uzunluğu istəyir də çevrənin uzunluğunu istəyir. Aydındırmı? 5-ci sualımızın cavabı C variantı 11.844 kilometr. Çox üzlü proyeksiyaya aid doğru ifadələr istəyir bizdən. Çox üzlü proyeksiyaya aid olan doğru ifadələr necə tapa bilərik uşaqlar? Deməli, bir-bir oxuyaq. Yer kürəsinin səthi çoxlu sayda trapesiyalara, bəli, çox üzvlərdə bilirik ki, çoxlu sayda trapesiyalara bölünür. Bu doğrudur. Doğru variant kimi götürə bilərik. Bizdə doğrunu istəyir də zaten. Aha, doğrunu istəyir. Götürə bilərik. Əsasən qütb ətrafı mülayim. Xeyr, qütb ətrafı mülayimdə konus var. Yəni proyeksiyalardan, konus proyeksiyasından istifadə edə bilərsiniz. Əsasən ekvator, bu da silindrik proyeksiyalardadır ki, əsasən ekvator boyu ərazilərdir. Köməkçi həndəsi kimi silindirdən, xeyr, bu silindrik proyeksiyadır. Əsasən topografik xəritələrdə tərtib, bəli. Miqyası, yəni böyük miqyası olan xəritələrdə əsasən konus proyeksiyasına istifadə, daha doğrusu çox üzlü proyeksiyada istifadə olunur və cavabımız ona görə də olacaq. Y variantı uşaqlar. Proyeksiyalar mövzusuna diqqətlə baxsaq, bu sualımızı aydın bilərik. 10-cu sinifin dərsliyində var. B və C nöqtələri arasında hündürlük fərqi 100 metr olarsa, doğru ifadələri müəyyən edin. Deməli, biz burada ilk öncə nə hesablamalıyıq? Kəsmə yüksəkliyi tapmaq lazımdır. Kəsmə yüksəkliyi, çünki dağın nisbi hündürlüyünü istəyir bizdən. Nisbi hündürlüyü də tapmaq üçün biz A-nı da bilməliyik ki, burada zirvədən çıxaq həmin rəqəmi. Dağın ətəyi ilə bilirik ki, zirvə arasındakı hündürlük fərqi dağın nisbi hündürlüyüdür. Mütləq hündürlük isə o həqiqi məsafəsidir də, həqiqi hündürlük, yəni dəniz və okean səviyyəsindən ölçülən hündürlükdür. Deməli, ilk öncə nə edəcəyik?
biz hündürlük fərqi B və C arasında hündürlük fərqi, baxın bu nöqtə və bu nöqtə arasında hündürlük fərqi 100 metrdir. Aralarında baxaq neçə kəsmə yüksəkliyi var uşaqlar? 1 və 2. Yəni 2 dənə boşluq var. İlk öncə 100-ü 2-yə bölməklə biz taparıq bunun nəyini? Kəsmə yüksəkliyini. Eləcə 50 metr. Yəni kəsmə yüksəkliyimiz qısacası oldu 50 metr. H bərabərdir 50 metr. Daha sonra deyir ki, uşaqlar, mənfi relyef formasıdır. Mənfi relyef forması olsaydı, bunlar bilir ki, belqışdırıqlar içəriyə doğru olardı. Yaxşı, gəlin biz ilk öncə nəyi tapaq? İlk öncə kəsmə yüksəkliyi əsasən, çünki bizdə, baxın, B və D nöqtələrinin mütləq hündürlüyünü istəyəcək. A nöqtəsi dəniz səviyyəsindən hansı metr hündürlükdə yerləşir, yoxsa dəniz səviyyəsində mi yerləşir? Bunları biz tapmalıyıq. İlk öncə ona baxacaq. Deməli, biz ilk öncə nəyə baxaq? 970-dirsə uşaqlar, biz ilk paraleli tapmaq, təyin etmək istəyiriksə, biz 970-dən sonra gələn, yəni 970-dən kiçik olsun və 50-yə qalıqsız bölünən ədəd tapmalıyıq. 970-dən kiçik, 50-yə qalıqsız. Bu rəqəm 950-dir. Birinci tapdıq oranı. Sonra 50-50 düşürük də. Düşünün ki, burada C məntəqəsi olacaq 850, bura olacaq 800. Yox, 950 BC məntəqəsi olacaq 900. C-yə yazaq 900. Aha, B məntəqə, bura bax, bu orta olacaq. B və D eyni məntəqədir. Baxın, mütləq hündürlüklər eynidir. Baxın, B ilə D-nin, çünki eyni paralel deyirəm, eyni horizontalın üzərində yerləşir. Deməli, C-dən sonraki paralelimizin, horizontalımızın hündürlüyü olacaq C-dən sonraki 850 və D ilə B isə olacaq 800. 800. Deməli, D və B bir-birinə bərabərdir və 800 metrdir. Deməli, fikir verirsiniz uşaqlar, burada artıq doğru cavabımızın biri yandı. Bildirdi ki, bizə bu cavab ola bilər. B və D mütləq. Və kəsmə yüksəkliyi uşaqlar 100 metr tapmadıq. Biz kəsmə yüksəkliyi nə tapdıq? 50 metr. Ona görə bu cavabı da silirik buradan. Dağın deməli bizdən nisbi hündürlüyünü istəyir bizdən. Nisbi hündürlük. Gəlin biz sonuna qədər gedək. B və D oldu 800. Onda A olacaq neçə? A-mız olacaq 800-dən də 50 çıxanda bu olacaq 750. Çox gözəl. Biz də dedik ki, dağın nisbi hündürlüyü necə hesablanır? Dağın zirvəsindən ətəyini çıxmalıyıq uşaqlar. Nisbi hündürlüyü tapaq. 970-dən 750 çıxanda dağın nisbi hündürlüyünün 220 olduğunu tapa bilirik. Deməli, bizim düzgün cavablarımızdan biri də 2 rəqəm olacaq. İkinci variant, 5-ci variant, 2, 5, 100%-dir. D nöqtəsinin yerləşdiyi yamacın meyliliyi çoxdur uşaqlar. Baxın, yamacın meylini, bunların hamısını təmizləyim mən qəşəng sizlər üçün. Baxın. Deməli, D nöqtəsinin yerləşdiyi yamac daha meyillidir. Meyilli olanda bax, horizontallar bir-birlərinə bu şəkildə sıx yerləşirlər. Amma meyilliliyi az olanda horizontallar bu şəkildə seyrək yerləşir. Deməli, dağın D yamacı, burada da rəqəm verirsə yenə meyillilik çoxdur, burada da meyillilik çoxdur. Bu istiqamətdə meyillilik çoxdur. Əks tərəfdə 270 azimutla getsin, amma meyillilik az olacaqdır. Ona görə D variantını da biz doğru götürmüş olarıq. Bizim doğru cavabımız nə oldu? 2. Dağın nisbi hündürlüyü 220 oldu, doğrudur. Daha sonra B və D-nin hündürlükləri 800 metr. Bu da doğru oldu. Və D məntəqəsinin, D nöqtəsinin yerləşdiyi yamacın meyliliyi çoxdur. Bu da doğru olacaq. 2, 5, 6. B variantı bizim sualımızın cavabı olmuş olacaq. İnanıram ki, başa düşdünüz. 8-ci sualda deyir ki, eyni meridian üzərində olan A məntəqəsi 44 dərəcə şimal enliyində, B məntəqəsi isə 24 dərəcə şimal enliyində yerləşir. A məntəqəsinin B-dən hansı azimutda yerləşdiyini və məntəqələr arasında həqiqi məsafəni istəyir. Uşaqlar, meridian xətti üzərində dəyişəndə, yəni o tərəfə bu tərəfə hara getsiniz gedin, biz 111-ə vuracaq. Çünki düşünün ki, bura meridiandır, eyni meridiandır. Fərqi yoxdur, 50 olsun, 70 olsun, 110 olsun, heç bir fərqi yoxdur. Əsas odur ki, meridian xəttidirsə 111-ə. Sonda yadımıza saxlayaq ki, bu 111-ə vurulacaq. Paralel olanda hər zaman mötərizədə yazır. Bir dənə 40 dərəcə paraleldən başqa bütün meridianlar, bütün paralellərin 1 dərəcə qövsünün uzunluğu mütləq mötərizədə yazır. Sizin xoşbəxtçiliyiniz, yəni bundan ibarət ki, əzbərləməyə ehtiyac yoxdur. Deməli, A məntəqəsi 44 dərəcə şimal enliyində. Yazıram bura, 44 dərəcə şimal enliyi. Bu bizim A məntəqəsinin paralelidir. B isə 24 dərəcə şimal enliyidir. 24 dərəcə şimal enliyi, yəni ekvatora daha yaxındır. Ona görə ondan aşağıda təsvir eləyəcək. Biri 44, biri 24-dür, amma ikisi də eyni yarımkürədədir. Biz demişdik, eyni yarımkürə olanlar nə edəcəyik? Eyni yarımkürədirsə bunlar həmişə çıxılmalıdır. 44-dən 24 çıxılacaq. Baxın, 44-dən 24 çıxırıq. Bu nə eləyəcək? Deməli, nə eləyəcək burada? 20 və 20-ni də vuracaq uşaqlar 111-ə. Niyə görə? Çünki eyni paralelin, eyni meridian qövsünün üzərində yerləşir. Biz aldığımız cavabı 100% 111-ə vurmalıyıq. Bu da eləcək 2220 kilometr. Bizdən bəs nə istəyir? Deyir ki, A
A məntəqəsi B-dən hansı azimutdadır? A B-dən yuxarıdadır, şimala doğrudur. Şimalın da azimutu nə olacaq? Təbii ki, 0 dərəcə. Və yaxud da 360 dərəcə versə yenə də düzgün götürə bilərdik. Ona görə cavabımız bizim olacaq C variantı. Mən düşünürəm ki, burada çətin heç bir şey yoxdur. Baxın, nə qədər məsələlər var. Amma burada heç bir çətin, düşündürücü bir şey yoxdur. Bir qayda olaraq birinin üsulunu biliriksə, hamısını biləcəyik. Deməli, sxema əsasən aralarında ən qısa və ən uzun məsafə olan məntəqələri müvafiq olaraq müəyyən edin. 10 dərəcə paralel qövsünün uzunluğunu keçəcə verib bizim üçün 109,6, 20-nin də uzunluğu 104,6 kilometrdir. Deyir ki, ən uzun və deməli, ən qısa və ən uzun məsafə olan məntəqələri müvafiq olaraq müəyyən edin. Gəlin təyin edək. Bunu necə tapa bilərik uşaqlar? Diqqətimiz burada olmalıdır. Deməli, biz ilk öncə baxaq 10 dərəcəli paraleldə. Biz paralellər üzrə hərəkət etsək, ekvatora yaxın paralellərdə uşaqlar məsafə deməli çox uzun olacaq. Daha doğrusu məsafə aralarındakı məsafə yəni uzun olacaq. Nə mənada? 1 dərəcəlik elə ki, qövsün uzunluğu biz bilirik ki, ekvatorial enlikdə, baxın görürsünüz, hər birinin uzunluğunu veribdir. 10 dərəcəlik paraleldə 1 dərəcə qövsün uzunluğu 109,6-dır. 20 dərəcədə isə 104,6-dır. Bu məntəqələr ya 10 dərəcədə yerləşir, ya 0-da yerləşir, paralellərinə diqqət edin, ya da 20-də yerləşir. Biz 0 dərəcəninki bilirik. 0-ınki 110 deməli 111,3 götürülür. Biz yuvarlaq olaraq çox vaxt 111-ə vururuq onsuz ki. 111,3-dür. 1 dərəcə meridian qövsü desəydik 111,1, yuvarlaq olaraq yenə də 111 götürürük. Diqqət eləsəz, baxın, 0 dərəcə ekvatordur. Ekvatorun dərəcə qiyməti 1 dərəcəli qövsün uzunluğu 111,3-dür. Amma 10 dərəcəlininki 109,6-dır. 20 dərəcəlinki olacaq 104,6. Bizdən nə istəyir? Ən qısanı və ən uzun istəyir bizdən. Ona görə də 10 dərəcəli paraleldə aralarındakı məsafəyə diqqət etsək, biri 180 dərəcə, biri 170 dərəcə. Biz variantlarından da yoxlaya bilərik uşaqlar. Məsələn, B və D ən qısa olmalıdır. Biz onu hesablamalıyıq. B və D ikisi eyni meridianın üzərində yerləşir. Biz onu vurmalıyıq 111-ə. Çünki 10 nəyə görə? Biri 10 dərəcəli paraleldir, birinin paraleli 0 dərəcədir. İkisini bir-birinə çıxanda 10 eləyəcək və meridian qövsünün uzunluğuna vurulacaq. Yəni 111,1-ə vurulacaq. 10 dərəcəni 111,1-ə vuracaq. Bir də var ki, burada 10 dərəcəni C və B nöqtələrində 10 dərəcəni biz vurmalıyıq. Deməli, nəyə? 10 dərəcənin paralel qövsünün uzunluğuna, yəni 109,6-ya. Düşünün, 109,6. Təbii ki, onda daha qısa olacaq. Ona görə C və B nöqtələri arasında məsafə, məsələn, B və D nöqtələri arasında məsafədən daha qısa sayılacaq. Ona görə C ilə B-ni götürə bilərik, düzgün cavab. Və sonra ən uzun məsafəni istəyir bizdən. Ən uzun məsafə isə 20 dərəcəli paralelin üzərində olan məntəqədən söhbət gedir. Yəni, əgər uşaqlar bir şey deyimsə, deməli, baxın, Y və F-ə baxaq. Y və F ikisi də 20 dərəcə paralelin üzərində yerləşir. 20 dərəcə paralel qövsünün uzunluğu nə qədərdir? 104,6 kilometrdir. Ən uzun məsafə də onlardır, çünki Y ilə F görün bir-birindən nə qədər uzaqda yerləşir. Biri 160 dərəcə deməli qərb uzunluğudur, biri 160 dərəcə şərq uzunluğudur. Niyə görə qərb dedim? Çünki ortadakı Greenwich meridianı deyil, ortadakı 180 dərəcəli meridiandır. Və ona görə də 180 dərəcəli meridianda əksinə götürür. Bura qərb yarımkürəsidir. Bu tərəf isə bizim şərq yarımkürəmiz olacaq. Aydındır? Tərsinə götürüləcək. Deməli, bunları toplayanda 20 bura qədərdir, 20 bura qədərdir. Toplayanda eləyəcək 40 və 40-ı vurmalıyıq. Nəyə uşaqlar? 20 dərəcəli qövsün uzunluğuna, yəni 104,6-ya. Onda da tapacağıq ki, orada məsafə daha uzundur. Ona görə düzgün cavabımız olacaq C variantı. Bunlarla bağlı mən sizlərlə məsələ həlləri çalışacağım eləyim. Sadəcə vaxt qısadır, vaxt yoxdur. Mən də çatdıra bilmirəm. Amma saat qurşalıqları ilə bağlı bizim olub, düzdür, yerli vaxtın hesablanması, saat qurşağının hesablanmasına bağlı güvən testi toplusundan məsələlərimiz olub, amma çalışacağım yenə də eləyim. Ona görə cavabımız olacaq nə? Uşaqlar C və C. Yəni CB ən qısa, YF isə ən uzun məsafə olacaq. Daha sonra 10-cu suala baxaq. Demək, 10-cu sualda nə edəcək uşaqlar? Plan xəritə. Hər bir məntəqənin coğrafi koordinatlarını müəyyən etmək mümkündür yazıb. Hər hansı bir məntəqənin coğrafi koordinatları. Biz də bilirik ki, paralellərdən, meridianlardan istifadə olunan ancaq xəritədir. Planda paralel meridian yoxdursa, deməli, coğrafi koordinatları da yəni orada müəyyən etmək mümkün deyil də, düzdürmü uşaqlar? Deməli, birinci variantı biri qeyd edəcək biz xəritəyə. Düzdür? Daha sonra baxaq, müxtəlif təyinatlı infrastruktur obyektlər təsvir edilir. Planın miqyası kiçik olduğu üçün bu tip proseslərin hamısı planla tərtib olunur, yəni ərazinin planı ilə.
planından istifadə olunur, xəritəsindən yox. İki məntəqə arasında məsafənin ölçülməsi mümkündür. Həm planda, həm xəritədə məsafəni hesablamaq mümkündür uşaqlar. Niyə olmasın ki? Və iki məntəqə daha dəqiq təsvir hesab olunur. Sizcə xəritə yoxsa plan daha dəqiq təsvirdir? Əlbəttə planın miqyası kiçik olduğu üçün daha dəqiq təsvir hesab olunur. Daha az obyekt tutur. 5-ci sual, 5-ci variantda müxtəlif coğrafi hadisə və prosesləri təsvir etmək mümkündür. Biz bilirik ki, xəritədə müxtəlif coğrafi obyektləri, yəni xəritənin məzmunu fərqlidir axı. Ona görə müxtəlif coğrafi hadisə və prosesləri təsvir etmək mümkündür. Ona görə 5-i də götürəcəyik bura. Və tərtib olunmasında miqyas və şərt, mütləq miqyas şərti işarə həm planda, həm xəritədə təsvir olunur. Bu olacaq 4, 2, 2, 4. 3-6 və D variantı. Baxın, sualımızın cavabı D variantı. Bunu bilirəm ki, göz yumulu eləmişsiniz. 100%. 11-ci sualda xəritə sxem əsasənin doğru bəndi müəyyən eləməyimizi istəyir. Deməli, ən son kəşf edilmiş qitədir. Qitələri görürük. Yəqin ki, Cənubi Amerikadır, Afrikadır, Avstraliyadır və 4 Antarktidadır. Doğrunu istəyir bizdən. Doğru bəndi istəyir. Bax, burada altına xətt çəkirik. Doğruları müəyyən edirik. Deməli, ilk öncə baxmalıyıq. Deyir ki, ən son kəşf edilmiş qitədir. Sizcə hansı qitə ən son kəşf olunubdur? Təbii ki, Antarktida qitəsindən söhbət gedir, düzdür? Mütləq 4-də A olmalıdır. Variantlarımızda harada 4-də A varsa, doğru cavab çox güman ki, odur. Amma yenə də baxaq da. Kolumb səyahəti zamanı bu ərazidən keçmişdi. Kolumb səyahəti zamanı buradan keçməyib. Məsələn, bu hissələrdən Mərkəzi Amerikadan keçib, Atlantik okeanından keçibdir. Biz deyə bilmərik, məsələn, 5-dən keçibdir. Bu mütləq səhv cavabdır. B ola bilməz. Ən böyük qitədir. Ən böyük qitə haradır? Asiya qitəsi də ola bilməz. Ona görə yoxdur. Düzgün cavab o deyil. Yəni Humboldtun tədqiq etdiyi ərazidir. 5, bəli, Cənubi Amerikada axı bilir ki, Humboldt tədqiqat aparmışdı. Humboldt Cənubi Amerikada tədqiqatlar aparmışdı və ona görə də cavabımız 5-ə D, 4-ə A, 5-ə D, cavabımız elə A variantı olacaq. Vasco da Gama səyahət zamanı buradan keçmişdi. Biz bilirik ki, Vasco da Gama durub Afrikanın içərisinə keçməyib ki, bax buradan. Yəni Afrikanın cənubundan hərəkət edərək Hindistana gəlib çatmışdı. Ona görə bu da düzgün cavab olmayacaq. Variantımız A düzgün cavabımız olacaq. 12-ci sualda dairəvi diaqram, sütunlu diaqram, bir də xətti diaqramdan söhbət gedir. Gəlin bunları indi uyğunlaşdıraq görək hansı dairəvi diaqramdır, hansı xətti diaqramdır və sahəvi diaqram, sütunlu diaqramdır. Baxaq deməli. Baxaq bir-bir oxuyaq. Son 10 ildə müxtəlif dənli bitkilərin məhsul yığımının dinamikası. Biz bilirik ki, xətti diaqramda biz son 10 ildə, yəni məsələn 10 il olmasın 5 ildə nəysə ki, yəni məhsul yığımının dinamikanı təsvir eləmək istəyirsə, müəyyən eləmək istəyiriksə, dinamikanı biz xətti diaqramdan istifadə edəcəyik. Ona görə 3-ə A olacaqdır. 100%. Lap belə yaza bilərik sizin üçün. Bura 3 yazaq. 3 yazdıq. Sonra, ölkə sənayesində il ərzində istehsal olunan ərzaq məhsulları arasında şəkərin payını istəyir bizdən. Ölkə ərazisində, il ərzində. İndi siz onu düşünün ki, biz il ərzində şəkərin payını hansı diaqramdan istifadə edə bilərik uşaqlar? Hansı diaqramdan istifadə edə bilərik? Dairəvi diaqramdan istifadə etmək mümkündür, düzdür? Dairəvi diaqramdan istifadə edə bilərik. Düşünün ki, belə təsvir olunubdur. Burada dənli bitkilərdir, bura şəkərdir, bura nə bilim, bu istiqamətdə də bu şəkildə təsvir olunacaq. Ona görə olacaq dairəvi diaqram 3, 1, bu da olacaq 2. Ölkənin müxtəlif şəhərlərdə yerləşən zavodlarının sayı, bu da olacaq deməli sütunlu diaqram. Və cavabımız 12-ci sualın cavabı olacaq A variantı. 1-ə B, 2-yə C, 3-ə də 2 oldu A variantı. A variantı. 13-cü sualda müvafiq olaraq qütb ulduzunun Bakıya nisbətən böyük və kiçik bucaqla göründüyü şəhərlər. Biz bilirik ki, qütb ulduzu ancaq şimal yarımkürəsində yerləşir və hansı paralel üzərindədirsə, o bucaq altında düşür. Məsələn, Bakının paraleli 40 dərəcədirsə və Bakı ancaq 40 dərəcə bucaqla düşə bilər. Deməli, qütb ulduzu harda dayanıb ki, ən maksimum bucaqla o əraziyə düşəcək? Təbii ki, şimal qütbünün üzərində. Qütb ulduzu şimal qütbünün üzərində yerləşirsə, deməli, qütbə yaxın olan məntəqələrin hamısında qütb ulduzu daha böyük bucaqla düşəcək. Siz düşünün ki, sizin üçün kürəni belə də çəkə bilərəm. Baxın, burada dayanıbdır. Qütb ulduzu burada yerləşirsə, burada dayanırsa, deməli, ən böyük bucaqla həmin əraziyə düşəcək. Düzdür? İndi baxaq, diqqət edək görək. Biz Bakıya nisbətən böyük deyir. Böyük deyirsə, deməli, Bakıdan şimalda yerləşməlidir. Bu, təbii ki, Oslo olacaq. Norveçin paytaxtı Oslo olacaq. Bir də Kazan şəhərində olacaq. Amma bizdən şimalda yerləşdiyi üçün bunları götürürük. Amma bizdən aşağıda və cənub yarımkürəsinə keçməmək şərti ilə
Filippin Manilanı bəli götürəcəyik, Misir Qahirəni götürəcəyik. Santiago'nu götürmürük çünki Çilinin paytaxtıdır və o da cənub yarımkürəsində. Cənub yarımkürəsində qütb ulduzu görünmür. Vəssalam. Cavabımız olacaq nə variantı? 13-də B variantı düzgün cavabdır. 2, 3 və 5, 6. 14-cü sualda uşaqlar miqyas verilibdir və xəritədə 40 dərəcə paralel üzərində yenə təhrif istəyir. Bayaqki məsələn eynisinin nədir? Təhrif istəyir. Siz çalışın bu videonu dayandırın, özünüz həll etməyə çalışın və olmadığı halda və yaxud yoxlamaq istəsəniz bu videonun davamını bu hissəyə baxa bilərsiniz. Deməli diqqətlə baxırıq. Təhrif hesablamaq üçün biz dedik ki, həm xəritənin miqyasından hesablaya bilərik, həm də yəni iki cür hesablama eləməliyik. Xəritənin miqyasından məsafəni, bir də dərəcə torunun əsasən məsafəni hesablaya bilərik. Deməli, ilk öncə miqyası hesablaya bilərik. Miqyası hesablayıb qoyaq kənara. 5 dənə 0 siləndən sonra 50 qaldı. 50-ni vuracağıq. Xəritə üzərində məsafəmiz 40-dır. Biz 50-ni 40-a vurub hesablayıb qoyacaq kənara. Bu nə eləyəcək? 20. Sonra da 2 dənə 0 artırdıqda 20 km. Mənim biraz xəttim çox gözəldir. 2000 kilometr bu bizim birinci yəni rəqəmimiz 2000 kilometr elədi. Düzdür, bunu yazdıq, qeyd etdik. Daha sonra bizdə indi baxaq 40 dərəcə paraleldədir. Demək paralelimiz 40 dərəcədir. Şimal paralelinin üzərində lap şimalda yerləşir, lap cənubda fərq eləməz. 40 dərəcə paralel üzərində 30 dərəcə şərq və 55 dərəcə şərq uzunluğu. Məntəqənin ikisi də deməli şərq yarımkürəsindədir. 30 burdadır, 55 burdadır. İkisi də şərq yarımkürəsi olduğu üçün nə edəcəyik? Eyni yarımkürə olanda demişdik çıxacaq. 55-dən uşaqlar 30-u çıxırsınız. Eləcə neçə? 25. Və 25-i nəyə vuracaq? 40 dərəcə paralelin 1 dərəcə qövsünün uzunluğuna. Biz də bilirik ki, 40 dərəcənin qiyməti heç vaxt verilmir. Çünki Bakının yerləşdiyi paraleldir 85,4 kilometrdir. Yəni, nəyin üzərində yerləşirsə, bax, mütləq bilin ki, o rəqəmə vurmalısınız. Onun qiymətinə vurmalısınız. Əgər eyni meridian üstündə yerləşsə, paralel fərqini 111-ə vuracaqsınız meridianın qövsünün uzunluğuna, 1 dərəcə qövsünün uzunluğuna. Amma eyni paralel üzərində yerləşsə, meridian fərqini paralel 1 dərəcəli qövsünün uzunluğuna vuracaqsınız. Burada görünür ki, bax 2 dənə nə var burada? 2 meridian var. Deməli biz meridian fərqini nəyə vuracağıq? Paralel qövsünün uzunluğuna. Amma bəzi məsələlərdə ola bilər ki, 2 paraleli verə, 1 meridian verə. Vəssalam, avtomatik biz bilirik ki, paralel arasında fərq tapıb 111-ə vuracaq. Çünki meridianların hamısının uzunluğu bərabərdir deyə bu çox asandır. 111-ə vurulur. Buradan aldığımız cavab var ha, bax buradan aldığımız cavab. Və aralarında bayaq da tapmışdıq, biz 2000 idi. Həmin o rəqəmlər arasındakı fərqi tapacağıq ki, bu da 135 kilometr eləyəcək. Cavabımız C variantı. İkisinin arasındakı sadəcə uzunluq fərqini tapacağıq da. Aydındırmı? 15-ci sualda baxa gör nə deyir. Deyir ki, 45 dərəcə şimal enliyi, 120 dərəcə şərq uzunluğu 1. 15 cənub enliyi və 15 dərəcə qərb uzunluğunda yerləşən müvafiq məntəqələri istəyir uşaqlar. 45 dərəcə şimal enliyidirsə, şimal paralelindən söhbət gedir də, şimal enliyi və 120 şərq uzunluğu. Baxın, məntəqə tam olaraq harda? Bax, burada yerləşir. Görürsünüz, 45 dərəcə şimal enliyindədir, həm də 120 dərəcə şərq uzunluğundadır. Bu məntəqə söhbət A-dan gedir. Deməli, söhbət A-dan gedirsə, birinciyə A olacaqdır 100%. Bax, burada uyğun gələ bilər. Ya budur, ya da bu, ya B-dir, ya Y-dir də qısacası. Baxaq ikinciyə nə deyir? 15 dərəcə cənub enliyi və 15 dərəcə qərb. İndi baxırıq aşağıya. Biz 15 dərəcə, bax, 15 dərəcə cənub enliyi Y-yə uyğun gəlir. Və uzunluğu amma yox. Uzunluğuna diqqət edin, uzunluq qərbdir. D də, Y də ikisi də eyni paraleldədir. 15 dərəcə cənub enliyindədir. Amma Y məntəqəmiz şərqdədir, D məntəqəmiz qərb yarımkürəsidir. Deməli 15 qərbə nə uyğun gəldi? D variantı. Cavabımız olacaq Y. Birinci A məntəqəsi, ikinci isə D məntəqəsi uşaqlar. Bu gözüyumlu həll olunacaq şeylərdir. 16-cı sualda mütləq hündürlük nədir? İki cür hündürlük var idi. Mütləq hündürlük və nisbi hündürlük. Mütləq hündürlük dəniz və okean səviyyəsindən hesablanan hündürlükdür. Bütün dağların hündürlüyü onun mütləq hündürlüyüdür uşaqlar. Bir də var ki, nisbi hündürlük dağın ətəyi ilə zirvəsi arasında bayaq həll elədiyimiz məsələ kimi. Ətək ilə zirvə arasındakı hündürlük fərqi və yaxud da iki qonşu orizontal arasında hündürlük fərqi bu olacaq nisbi hündürlük. Okean dəniz səviyyəsinə ölçülən hündürlük A variantı olacaq bizim düzgün cavabımız 16-da. Məntəqənin okean səviyyəsinə hesablanan hündürlüyü. Deməli, doğru xüsusiyyətləri istəyir, müəyyən eləməyimizi istəyir bizdən. Deməli, təsvir üsulları verib, keyfiyyət onu var, nöqtələr üsulu var, areal var. Bundan başqa yəqin ki, bilirsiniz də hansı üsullar var. Məsələn, izoxətlər üsulu var. Deməli, kartodiaqram üsulu var. Bunların hamısını keçmişsiniz çox güman ki, inşallah ki, vaxt ayırarıq buna da. Deməli, keyfiyyət fonu üsulu, nöqtələr üsulu və bizə areallar üsulundan söhbət gedir. Biz bunları nə etməliyik? Uyğunlaşdırmalıyıq. Bizim sualımız, 17-ci sualımızın görə cavabı nə olacaq?
Deməli uşaqlar, diqqət eləyək. Keyfiyyət fonu üsulundan deyir ki, fiziki xəritələrdə ovalıqlar, yüksəkliklər, yaylalar. Bəli, rəng çalarlarından istifadə olunur da. Burada yazıb ki, ikincidir bax burada. Kəmiyyət göstəricisi yox. Yəni kəmiyyət göstəricisi burada təsvir olunmur da. Burada söhbət ondan gedir ki, ovalıqlar, yüksəkliklər, yaylalar burada həmin üsuldan istifadə olunacaqdır. Doğrunu istəyir həm bizdən. Ona görə birinciyə 1 doğru cavabdır. Keyfiyyət fonu üsulunda birinci variant, yəni doğru cavabdır. Sonra deyir ki, bu üsul ilə nöqtələr üsuluna baxaq. Bu üsul ilə əhalinin yerləşməsini və sayını müəyyən etmək. Bəli, nöqtələr üsulundan istər əhalini, istər məsələn heyvanların sayını, yəni belə bir çıxmasın. Onun üçün də yəni istifadə oluna bilər. Nöqtələr üsulu bu üsul ilə əhalinin yerləşməsi və sayını bəli. Bir nöqtə məsələn 100 əhalini, 100 insanı göstərir. Bu mənada istifadə olunur. 1, 3 hələ ki doğru cavabımızdır. 4-də baxaq. Tematik xəritələrdə müxtəlif şərti işarələr və xəttlər oxuyur. Tematik xəritələrdə bu nöqtələr üsulundan istifadə olunmur. Yəni ən azından istifadə olunsa da, yəni xəttlərlə yox da, nöqtələrlə. Müxtəlif şərti işarələr yox. Tematik xəritələrdə nöqtələrdən istifadə olunur. Tematik xəritə sözü doğrudur. Amma nöqtələrdən istifadə olunur. Xəttlərdən, şərti işarələrdən yox. Bir də var areal üsulu. Areal yayılma arealından söhbət gedir. Yazıb xəritədə yanıtı və günəş radiasiyasının paylanması bu üsulla verilir qəti şəkildə. Biz əkinçilikdə, məsəl üçün ərazilərdə yayılma sahəsini rəngləyərək təsvir olunursa, məsəl üçün kənd təsərrüfatının hansı sahələri inkişaf edibdir, yayılma sahəsi, yayılma arealını deyirsə, biz onu doğru cavab götürəcəyik. Baxın, elə 6-cı variantda onu demək istəyir. Xəritədə göstərilən elementlərin yayılma sahəsini rənglənərək təsvir olunur. Cavabımız oldu nə? 1-dən 1 götürdük. İkincidə 3 və üçüncüdə 6. Bəli, 1, 3, 6 cavabımız oldu. 17-ci sualın cavabı C variantı olacaq. 18-ci sualımızda da yenə məsələ, bu birinci sual başdan ayağa məsələlərdən ibarətdir. Baxaq gör nə deyir. Xəritə sxemdə kəsmə yüksəkliyi deyir ki, uşaqlar 50 metrdir. Kəsmə yüksəkliyi 50 metrdirsə, biz onu təyin eləyək. Baxaq bir dəqiqə. Deməli burada nə edəcək uşaqlar? Kəsmə yüksəkliyimiz 50 metr verilibdir. Kəsmə yüksəkliyimizi qeyd elədik 50 metr. Bir dəqiqə. Mən ekranda yazmağı qəti şəkildə bilmirəm. Kəsmə yüksəkliyi 50 metr yazdıq. Deməli deyir ki, uşaqlar, burada gördüyünüz kimi ortalıqda bir dənə rəqəm verilibdir. İki horizontal arasında 238 rəqəm verilibdir. Deməli bir də belqışdıqlar çölə doğrultusa, deməli yüksəklikdən söhbət gedir də burada. Müsbət relyef formasında 238-dən yuxarıdakı və aşağıdakı meridianlara diqqət edək. Yuxarıda yerləşən 238-dən böyük 250-yə bölünən, daha doğrusu 50-yə bölünən rəqəm olmalıdır. Aşağıda yerləşən horizontal, bu horizontal yuxarıdakı 238-dən böyük 50-yə bölünən rəqəm, bu 250-dir də aydın məsələdir. Aşağıdakı horizontal isə ondan aşağıdakı bu ikinci horizontal. Bu isə 238-dən kiçik 50-yə bölünən rəqəm. Bu da 200-dən söhbət gedir. Deməli, B məntəqəmiz elə özü birinci horizontalın üzərində yerləşdiyi üçün B məntəqəmiz olacaq 250. C məntəqə, burada ondan aşağıdakı olacaq 200-dürsə, aşağı düşəndə 150 və 100. A məntəqəmizdə olacaq 100 metr. Bax, bir aşağı düşün. Azalda aşağı düşəcəksiniz. Olacaq A məntəqəmiz. Cavabımız nə oldu burada? A variantı. Biri 250, biri 100 metr. Digər məsələyə baxaq. 19-cu sualda xəritədə eyni meridian üzərində olan A məntəqəsi 76 şimal eni, B 16 cənub enidir. Bu məntəqələr arasında məsafə 44 olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyaslı təyin edin deyir uşaqlar. Deməli, bunu necə tapacaq? İlk öncə, məsələn, təsvir eləyək. Burada 40 dərəcəli, daha doğrusu 76, 40-hardan çıxartdıq. Deməli, 76 dərəcə şimal enliyi və 16 dərəcə cənub enliyi. 16 dərəcə cənub enliyi məntəqələrin coğrafi enlikləridir. Düzdürmü? Biz buradan məsafəni hesablaya bilərik. Xəritədə məsafəni hesablaya bilərik ki, elə ki, düşünün ki, təhrif var və ona əsasən miqyas təyin olunacaq. İki cür məsafə hesablaması var da. Biz demişdik ki, xəritənin paralel meridianlara əsasən məsafənin hesablanması var. Bir də belə, yəni miqyas əsasən. Bizdə iki cür təsvir olunursa, əgər iki cür tərtib eləyə bilirsə, müəyyən eləyə biliriksə məsafəni, ilk öncə paralel meridianlara əsasən təyin eləyə bilərik. Biri 76 şimal, biri 16 dərəcə cənub enliyindədir. İlk öncə ayrı-ayrı yarımkürədir. Çünki ekvatordan biri şimalda, biri cənubdadır. Ona görə biz bunları toplamalıyıq. 76 üstə 16 hesablayıb vuracaq 111-ə, çünki eyni meridian xətti üzərində yerləşir və onu 111-ə vurduqdan sonra aldığımız rəqəm həqiqi məsafədir, düşünün ki. Yəni, onlar arasındakı həqiqi məsafədir. O məsafəni 44,4-ə bölməklə biz xüsusi miqyas təyin edə bilərik uşaqlar. Aldığımız cavab həqiqi məsafədir. Həqiqi məsafəni 44,4-ə bölməklə
düzgün cavabımızı tapmış olaraq 23 milyon bizim sualımızın cavabıdır. Hesablamanı burada apara bilmirəm. Mən sizlər üçün hazır cavabı deyirəm, amma üsulunu sizlə başa salıram da. Sonra xətti miqyasa əsasən xəritə ölçmə işlərini istəyir bizdən. Xəritə ölçüləri 72 kvadrat santimetr olan bataqlığın həqiqi sahəsini istəyir bizdən. Biz də bilirik ki, düsturumuz necədir? Adi məsələlərdə, miqyas məsələlərində həqiqi məsafəni tapanda xəritədəki məsafəni vururuq xəritənin miqyasına. İndi sahəni tapanda xəritədəki sahə bərabərdir. Xəritənin deməli, xəritə üzərində sahə, bu həqiqi sahədir. Bu xəritədəki sahəni vururuq miqyasın uşaqlar kvadratına. Çünki bunlar özləri kvadratdırsa, bəs miqyas niyə görə kvadrata yüksəlməsində düşünək orasına. Bizdə miqyasımız nə qədərdir? Miqyasımız 3,5 kilometrdir. 3,5 hazır çevrilmiş variantda bizə verilibdir. 3,5 kilometr isə biz onun kvadratına yüksəldəcəyik və həqiqi ölçüsü miqyasa xəritədəki ölçüsü 72-dirsə, bizdən həqiqi sahəsini tapmamızı istəyir uşaqlar. 72-ni vuracaq 3,5-in kvadratına və buradan cavabımızı tapmış olacağıq. Cavab 882 kilometr D variantı olacaq. Aydın oldu mu? Xətti miqyasda bu miqyası təyin etmək istəyiriksə, biz bu rəqəmlərə ehtiyacımız yoxdur. Bir dənə əvvəldəki rəqəm bizim üçün bəsdir. Cavabımızdır. Bu xəritənin miqyasıdır. Və xəritədəki ölçüsü 72 kvadrat santimetrdirsə, bunu bizə kvadratla verib, biz miqyası kvadrata yüksəltməklə, ikisini bir-birinə hasilini tapmaqla da həqiqi məsələmizi bax bu düstura əsasən təyin eləmiş olduq. Daha sonra 21-ci sualda Azərbaycan Respublikası bir bölünsün 500 min miqyaslı sənaye xəritəsini məzmununa, miqyasına və ərazi əhatə etməsinə görə müəyyən edilir. Biz bilirik ki, məzmununa görə xəritələr ümumcoğrafi və deməli tematik xəritələr kompleks xəritələrə bölünür. Miqyasına görə böyük, orta və kiçik miqyaslı xəritələr bölünür. Ərazi əhatə etməsinə görə yarımkürələr, ölkə və onların hissələri, bir də materik və okeanlar. Bu yəni deməli hissələrə bölünür, bu istiqamətdə yəni bölünür. Deməli, bir bölünsün 500 min miqyaslı xəritə, 500 min miqyaslı xəritədirsə, uşaq bu orta ölçülü xəritə miqyasına aid edilir, miqyaslı xəritəyə aid edilir də, düzdürmü? Orta ölçülüdür. 200 mindən 1 milyon arasıdırsa, orta miqyaslı. Bizə deməli orta miqyaslı olan cavablar qalacaq. Bu, burada, bir də buradadır. Orta miqyaslı hər iki. Deməli, baxırıq sənaye xəritəsi. Sənaye xəritəsi isə bir mövzu əsasındadır da, yalnız bir mövzu əsasındadır. Yalnız bir mövzudursa, bu söhbət tematik xəritədən gedir də. Sənaye xəritəsində nə olacaqdır? Bu ancaq sənayedən söhbət gedirsə, deməli tematik xəritədir. Və Azərbaycan Respublikası deyirsə, deməli ölkələr və onların hansısa bir hissəsini, hansısa bir şəhəri verilə bilər, hansısa bir rayonu verilə bilər, paytaxtın özü verilə bilər, ümumilikdə Azərbaycan Respublikası verilə bilər. Bu olacaq ölkələrin və onların bir hissəsinin xəritəsi. Bu olacaq bizim deməli ərazi əhatə etməsinə görə xəritənin növü. Demək oldu miqyasına görə orta miqyaslı, məzmununa görə tematik, ərazi əhatə etməsinə görə ölkələrin, onların bir hissəsinin xəritəsinə aid ediləcək cavabımız olacaq. Ona görə Y variantı. 22-ci sualda uşaqlar B məntəqəsinin hərəkətə başlayan səyahətçi 270 azimutla 4270 km yol getdi. Səyahətçinin çatdığı məntəqənin koordinatlarını və yerləşdiyi yarımkürələri müəyyən edin uşaqlar. Deməli, bu məsələyə bir dənə diqqətlə baxaq. Deməli, 40 dərəcə şimal enliyi, baxaq, çəkək, 40 dərəcə şimal enliyi və 20 dərəcə şərq uzunluğu. 20 dərəcə şərq uzunluğu məntəqəsindən hərəkətə başlayan səyahətçi 270 azimutla 4270 km getdi. Baxın, 270 azimutla gedib. Nəyin üzərində gedibdir? Biz 270 azimutu biz getdik, deməli, baxın, 40 dərəcə paralelin üzəri ilə getdik bu istiqamətdə. Deməli, nəyin ölçüsünə vuracaq? 40 dərəcəli. Paralelin 1 dərəcəyə qövsünün uzunluğuna böləcəyik. Biz 4270-i böləcəyik 85,4. Söhbət burada, yəni artıq deməli 111-dən getməyəcək ya. 4270-i bölürük 85,4-ə. Biz cavabımızı tapırıq. Rəqəmimizi tapırıq. Və 20 dərəcə şərq uzunluğundan həmin istiqamətdə getdiyimiz üçün aldığımız cavabı elə ki çıxmış olacaq da. Hardayıq biz? Deməli, aldığımız cavabı çıxmış olacaq. Biz də arada fərqi tapırıq. 4270-i 85,4-ə böləndə tapdığımız cavab olacaq 50 dərəcə. Buradan aldığımız cavab olacaq 50 dərəcə. Siz düşünün, 20 dərəcəli şərq uzunluğundan qərb istiqamətdə gedirsiniz. Qərb istiqamətində gediriksə, 50 dərəcə getməliyiksə, 20-sini
şeyə qədər, Qrinviçə qədər gedəcəyik. Qalan 30-u isə Qrinviçdən o tərəfə keçəcəyik. Olacaq 30 dərəcə qərb uzunluğu. Variant ona görə olacaq. 40 dərəcə şimal enliyi dəyişmədi. Görürsünüz, həmin paralel üzərinə getdik. 40 dərəcə şimal enliyimiz dəyişməyəcək. Amma coğrafi uzunluğumuz ona görə dəyişəcək ki, 20 dərəcə şərq uzunluğundan biz 50 dərəcə gedəndə Qrinviçi aşıb keçəcəyik o tərəfə. Keçəcəyik qərb yarımkürəsinə. Aydındırmı? Ona görə olacaq 40 dərəcə şimal enliyi və 30 dərəcə qərb uzunluğu. Deyir, səyahətçinin çatdığı məntəqənin koordinatları, məntəqə 40 dərəcə şimal enliyi və 30 dərəcə şərq uzunluğudur, bu ayrı məsələ. Deyir ki, və yerləşdiyi yarımkürələri müəyyən edin. Məntəqə elə 40 dərəcə şimal enliyində yerləşir də, düzdür? Amma gedib çatdığımız məntəqə yer isə 30 dərəcə qərb uzunluğudur. Deməli, şimal və qərb. Elə rəqəm, yəni sualda da göründüyü kimi, variantda da bax da. Deməli, şimal enliyi var, bir də qərb var. Deməli, biri olacaq həm şimal, həm də qərb yarımkürəsində yerləşmiş olacaq. Cavabımız A variantı olacaq. 23-cü sualda deyir ki, uşaqlar, həqiqi sahəsi 4320 km olan parkın sahəsi miqyası bu qədər olan xəritədə neçə kvadrat santimetr olar? Qısacası biz demişdik ki, miqyas varsa və kvadratlandısa, mütləq miqyas da kvadrata yüksəlməlidir. Miqyas bunlar göydən düşmür ki, miqyas da yüksəlməlidir də, düzdürmü? Miqyasımızın xəritəsi, daha doğrusu düsturumuz var. Həqiqi sahə bərabərdir miqyasın kvadratı vurulsun xəritədəki sahə. Bunun özü də kvadratdır. Yəni hamısı kvadratla təsvir olunmalıdır. Adi miqyas məsələsi deyil də, sahə ilə bağlıdır. Deməli, miqyasın sonundan 2, 4, 5 dənə 0 silindi. Qaldı 6. 6-nı kvadrata yüksəldəcək, bu eləcək 36 uşaqlar. Həqiqi məsafə varsa və yaxud da həqiqi sahə varsa, deməli, elə ki, S bərabərdir B vurulsun T düsturudur da, gedilən yolumuz var. Ən böyük olan rəqəmimiz var. Həqiqi məsafə, həqiqi sahə varsa, işimiz bölmə olacaq uşaqlar. 4320-ni biz 36-ya böləcəyik. Bəli, 4320-ni 36-ya böləndə cavabımız olacaq 120 santimetr. Amma əgər miqyası verməsəydi, 120-ni versəydi, bəs miqyası necə tapacağıq? Biz 4320-ni 120-yə böldükdən sonra uşaqlar kök almalıyıq. 36 alacağıq. O həmin rəqəmi elə ki, kök almalıyıq da. Necə ki, burada miqyası kvadrata yüksəldib böldüksə, miqyası tapanda da həmin rəqəmi kök alaraq rəqəm tapmalıyıq. Hər dəfə 36-nı görəndə bir uşağım vardı, o yadıma düşürdü. Rəqəmi tapmışdı, 30 sualın 30-unu da yazmışdı. Bir dənə bu məsələdə belə bir məsələ idi. Miqyası kök almamışdı vəssalam. Ona görə bir dənə səhvi çıxmışdı. Çox üzr istəyirəm. Bu 6 rəqəmi görəndə başqa travma yaşayıram. 24-cü sualda sxemdə verilmiş proyeksiyada deyir, tərtib olunmuş xəritədə hansı adaların ən az təhribə məruz qaldığını müəyyən eləyin. Deməli, biz silindrik proyeksiyanı xəritəmizdə görə bilirik, düzdür? Silindrik proyeksiyada ekvatora yaxın ərazilərdə söhbət hansı daha doğrusu adalardan gedə bilər. Baxın, Sumatra ilə Kalimantan adası ekvatora yaxın ərazilərdir. Ona görə həmin xəritələrdə, bu xəritədə ən az təhribə məruz qalan məntəqələr də elə həmin adalar olacaq. Yəni, ekvatora yaxın hansı ada varsa, Sumatra olsun, Kalimantan olsun, qismən Yeni Qvineyanı götürəcəyik. Məsələn, Filippin götürə bilərik, Şri-Lanka yaxın götürə bilərik. O istiqamətdə hansı adalar ki, məsələn, Mərkəzi Amerikanın adalarını götürə bilərik, az təhrib istəyirsə, bu ərazidə yerləşən adaları götürəcək uşaqlar. Söhbət nədən getdi? Sumatra və Kalimantan'da. Madagaskar aşağıdadır, Kuba 24-cü sualda, Kuba biraz yuxarıdadır, Yeni Zelandiyadır, aşağıda, lap aşağıda yerləşir. Ona görə Sumatra ilə Kalimantan bizim doğru cavabımız olacaq. 25-ci sualda eyni ölçüdə olan kağızlarda tərtib olmuş xəritələrin generalizasiyasının artma sırasına görə ardıcıllığını müəyyən edeyim. Bizdə burada uşaqlar deməli, nəyə demək istirdim? Eyni ölçüdə olan kağızlar tərtib olunubdur. Xəritələrin generalizasiyasının artma sırasını istəyir. Generalizasiya biz bilirik ki, ümumiləşdirmə deməkdir. Generalizasiya ümumiləşdirmə deməkdir. Ümumiləşdirmənin artma sırası deyirsə, düşünün ki, ümumiləşdirmə harda çox olur? Miqyası çox olan xəritələrdə, miqyası kiçik olan xəritələrdə ümumiləşdirmə daha çox olacaq da. Düzdür? Generalizasiyanın çox olması üçün kiçik ərazidən başlayıb ta böyük əraziyə, məsələn, dünyaya qədər gedib çıxacaq. Ən axırda, yəni dünya olacaq da. Ən kiçik burada hardadır? Sumqayıt şəhəridir. Deməli, birinci götürək 4-ü, Sumqayıt şəhərini. Daha sonra Azərbaycan fiziki xəritəsi, daha sonra Qaradəniz götürürük. Çünki Qaradənizin sahəsi Azərbaycan sahəsindən böyükdür. Ona görə sonra olacaq Avropa qitəsi, iqlim xəritəsi və nəhayət dünyanın siyasi xəritəsi. Deməli, generalizasiyanın artması deyirsə, biz nə edəcəyik? Kiçik obyektlərdən böyük obyektlərə doğru rəqəmlərimizi düzəcək. Vəssalam. Cavabımız oldu 4, 5, 3, 2, 1. 26-cı sualda verilən əlamətlərə uyğun gələn şərti işarələri istəyir bizdən. Uşaqlar, şərti işarələri istəyir. Müəyyən sahəyə malik. Sahəvidirsə,
içərisi elə ki, düşünün ki, sahəvidən söhbət gedir. Baxın, sahə və yaxud da ikinci adı konturlu şərt işarələrdir. Göllər, meşələr bu üsulla təsvir olunursa, burada biraz görünməyə bilər bəlkə. Bax bu, elə ki, belə düşünün də uşaqlar. Çərçivənin içərisi bütövlükdə dolu olmalıdır. Deyəcəksiniz, müəllim, burada da doludur. Burada dolu deyil. Burada söhbət bu çaydan gedir. Məsələn, burada məktəbdən gedir, binadan gedir və yaxud da bax burada uzun xətt boyunca gedir. Amma bunların içərisinə baxın, bütöv içərisi eyni işarə ilə doludur. Bu 5 rəqəmi bağdır, meyvə bağıdır. 2 rəqəmi üzümlükdür, bu da kolluqdur. Deməli, bu çəmənlik, bu olacaq, cavabımız olacaq. Və yaxud da göllər olsaydı göldə götürə bilərdik, göldür, meşədir. Bunlar hamısı konturlu şərt işarəyə aid edilir. 3 cür şərt işarə var: konturlu və yaxud da sahəvi, xətti və miqyassız. Miqyassız odur ki, həmin əraziyə, məsələn buna miqyas təyin edilmir. Sadəcə şərt işarə ilə göstərilir, şərt işarəsi göstərilir. Cavabımız olacaq 2, 5, 6, 26-cı sualda. Çox asan sual idi. 27-ci sualda uşaqlar bərabər bucaqlı, demək kartoqrafik proyeksiyalardan düşüb, bərabər bucaqlı, bərabər sahili və ixtiyari proyeksiyalar verilibdir. Birinci nədir? Bərabər bucaqlı. Bərabər bucaqda söhbət istiqamətdən bucaqdan gedəcək. Baxın, görürsünüz, B variantında var. İstiqamət və ya bucaqlar demək olar ki, təhrif edilmir bərabər bucaqlıda. Bir də nəqliyyatda istifadə olunur, aviasiyada istifadə olunur, dəniz nəqliyyatdan söhbət gedir. Bir də aviasiyada istiqamət bucaq önəmlidir axı aviasiyada. Ona görə birinci olacaq, birinciyə mütləq yazacaq B və Y uyğun gəldi. Bərabər sahəli nə deməkdir? Deməli, bərabər sahə, yəni sahələr bərabərdən söhbət gedir də. Materik və okeanların sahələrini hesablamaq. Elə burada sahə sözü bəs eləyəcək bizi bərabər sahəni tapmaq üçün. C bura uyğun olacaq. Başqa uyğun gələn varmı? Baxarıq indi. Üçüncü sualda isə ixtiyari proyeksiyada sahə və bucaqlar az təhrif edilir. Bəli, ixtiyari proyeksiyada bərabər bucaqlıda bucaq azdır, sahə çoxdur. Bərabər sahəlidə sahə azdır, bucaq çoxdur. Amma ixtiyari proyeksiyada sahə və bucaqlar az təhriflə verilir. Forma uzunluq daha çox təhrif edilir. Bax, düşünün ki, ixtiyari proyeksiyada bunun ikisi də azdır və forma uzunluq daha çox təhrif edilir. Ona görə sahə və bucaqlar az təhrif edilir variantı bura uyğun gələcək və uzunluq forma təhrifi, uzunluq və forma tam təhrif olunacaq. Biz bilirik ki, 4 cür təhrif var. Forma, uzunluq, sahə və bucaq. Sahə, bucaq, forma, uzunluq. Sahə deyəndə bərabər sahəlidə sahə olmayacaq, o birləri olacaq. Bucaq deyəndə bucaq olmayacaq, digərləri olacaq. İxtiyari deyəndə sahə və bucaq olmayacaq, yəni bunun hər ikisi olmayacaq, digərləri olacaq. Yəni uzunluq və forma təhrifi olunacaq. Bunu yadda saxlamanın ən asan üsulu bundan ibarətdir uşaqlar. Deməli, üçüncü sualımız, yəni proyeksiyamızda da A və D olacaq. B, Y, C, A, D. Düzgün cavabımız bu olacaq. Açıq tiplidir. Və nəhayət gəldik açıq suallarımıza. Sizə təqdim olunmuş situasiyanı diqqətli oxuyun və burada verilmiş məlumatlardan istifadə edin. 28-30. Deməli, baxaq. Xəritələr kartoqrafik proyeksiyaların vasitəsilə tərtib olunur. Bu zaman yerin kürə səthi müstəvi üzərinə köçürüldüyündən xəritələrdə təhriflər əmələ gəlir. Lakin xəritələrdə təhriflərin olmadığı xətt və ya nöqtə olur ki, onlara sıfır təhrifli xəttli deyilir və yaxud da nöqtə deyilir. A proyeksiyasında deyir ki, bu xətt ən uzun paralel. B proyeksiyasında 60 və 10-a yaxın paraleldir. Biz də bilirik ki, ən uzun paralel ekvatordur. Ekvator deyirsə A xətti A proyeksiyasında ən uzun paralel üzərində toxunursa, bu demək söhbət silindrik proyeksiyadandır. Axı biz demişdik, silindrik proyeksiyada belə ki, şəffaf silindrin içərisinə yerləşdirilir. Silindirdə qəşəng çəkdim mən. Belə formada. Silindrik proyeksiyada şəffaf qlobus şəffaf silindrə yerləşdirib. Düşünün ki, bu hissədə ekvator boyunda toxunacaq. Ekvator boyunda. Konus proyeksiyasında qütb ətrafı ərazilər. Yəni qlobus buraya yerləşdirilərsə qütb ətrafı ərazilər. Burada deyir ki, 60 və 10-a yaxın paralellər qütb ətrafı deməkdir də. Söhbət deməli A proyeksiyasında söhbət gedəcək silindrik proyeksiyasından, B-də isə konus proyeksiyasından. 28-ci sualımızın ona görə cavabı olacaq. 1-ə deməli olacaq. Bizdən istəyirdi A və proyeksiyalarını müəyyən edib yazın. Olacaq deməli burada belə, biri silindrik, biri konus proyeksiya. 29-cu sualımıza baxaq. 29-cu sualda uşaqlar bizdən deyir ki, hansı məntiqə A və proyeksiyalarında meridian və paralellər nə cür təsvir olunduğunu müvafiq olaraq müəyyən edin. A proyeksiyasında, yəni silindrikdə paralel meridianlar düz xətt. Belə bu formada kəsişir də. Paralel meridianlar düz xətt, düz bucaq altında kəsişir. Amma B proyeksiyasında paralellər qövsvari, meridianlar isə sanki bir xəttdən çıxan düz xəttlər. Bax belə. Bax bu şəkildə. Paralellər isə qövsvari formada təsvir olunacaq konus proyeksiyasında.
30-cu sualda deyir ki, uşaqlar, mətnə əsasən cədvəldən A proyeksiyasında tərtib olunan xəritələrdə ən az təhriflə təsvir edilən materik. A proyeksiyası silindrik idi. Silindrikdə də Afrika ən az təhrif olunur. Çünki ekvator xətti boyunca Afrika daha geniş yer tutur. A proyeksiyasında tərtib olunan xəritədə ən çox təhrif. Silindrik proyeksiyada ekvator azdırsa, deməli qütb ətrafında. Qütblərdə, qütb ətrafında daha çox ərazi təhrifə məruz qalacaq. Sırf materikin adını demir. Ərazi dediyi üçün biz qütb ətrafı deyəcəyik bura. Qütb ətrafı. Çox qəşəng yazıram. Ətrafı. Qəbul edirəm. Çox qəşəng yazıram. B proyeksiyasında tərtib olunan, deyir ki, xəritələr ən az və ən çox təsvir olunan materiklər. Bizdə B proyeksiyası nə idi? Konusu idi. Konus proyeksiyasında, deməli, Şimali Amerika ilə Avrasiya ən çox və ən az təhrif deyirsə, B proyeksiyasında biz qütb ətrafı, yəni enlikləri daha çox götürəcəyik də. Qütb ətrafında təhrif konusdan söhbət gedir. Təhrif az olacaq, ən az təsvir olunur. Deməli, cavabımız oldu. Birincidə oldu nə? Birdə götürdük Afrika, ikincidə oldu qütb ətrafı, üçdə də ki, həmin o materikləri aid edəcəyik. Belə. Suallarımız bundan ibarət idi. Nəyi başa düşmədiniz, nəyi isə tələsik izah edə bilərəm. Ola bilsin ki, başa düşmədiniz. Hər birini ayrı-ayrı yer ayıracağım. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərsimizdə görüşmək ümidilə. Sağ olun.